Maaşımı vermirdi, bir ay yarımdır maaşımı vermir. Onun üstündə yəni əsas belə bizim soramız oldu. Yazırdım ona, cavab yazmırdı. Sonra da axırda bağçaya gəldi. Bağçaya gəldi, dedi ki, ərzəni yaz, çıx işdən. Dedim ki, ərzəmi yazacağam, mənim maaşımı verin. Sonra da mən çıxdım otaqda, başladı nəsə deməyə. Mən də çıxdım ki, bəs onunla dilləşməyim. Və öz sumkamı yerə çırpdım əsəbimdən. Çıxdı otaqdan, dedi ki, bəs mən nə haqqa verirsən burada, mənim veşlərimə zərər gətirirsən. Dedim ki, mən sizin veşlərinizə zərər gətirmirəm. Apardı mənim qolumdan tutdu otağa, bağladı, hamını çıxartdı otaqdan, bağladı otağı. Dedi ki, hə, mən divara çırpdı 3-4 dəfə, üzmə şüllə vurdu və işçi şeyləməklə ayırdı, gəldi bizə işçi. Maaşını ala bilmədiyi üçün etiraz edən işçi müdür tərəfindən döyüldüyünü iddia edir. Bu iddia ilə Xəzər xəbərin qaynar xəttinə Tovuz sakini Leyla Rəhimova müraciət edib. Onun sözlərinə görə maaşının ödənməsini tələb etdiyi üçün Yasamal rayonunda yerləşən Laləli Uşaq Bağçasının müdiri ona qarşı zorakılıq tətbiq edib. Leyla Rəhimova iddia edir ki, bağça müdiri ona 300 manat əmək haqqını verməməklə yanaşı, azyaşlı və autizm sindromlu uşağını da bağçadan çıxarıb. Uşağımı da bağçadan çıxardıb. Autizm uşaqdır, təlim keçirir orada. Yəni psixoloq əsas istəyirdim ki, orada qalsın, amma bu hadisədən sonra heç yəni qoymaram əsas orada qalsın. Prosta ki, yəni çıxartmağı da düz deyil də. Uşağın nə günahı var idi orada. Məsələ ilə bağlı Laləli Uşaq Bağçasının müdiri Lalə Əzimova ilə əlaqə saxladıq. Bildirdi ki, işçiyə əl qaldırmayıb. Aralarında sadəcə mübahisə olub. Biz maaşımızı bir ay geciktirmişik. O da maliye sıkıntılarımızdan aslında bizim. Başka bir problemimiz olmuyor. Bu geldi. Dedi ki ben çıkıram erze yazmak için. Bacası götürün erzeni yazın çıkın da. Yani çıkırsız gidin. Ve bu halen çıktı. Bir de baktık kamili görüntüsü falan da her şey var. Otaqdan çıktı, kapını çırpır. O kapını çırpır, bu kapını çırpır. Ondan sonra piyanonun üstündekileri çırpır, tunluyor. Her şeyde durur. Ben de çağırdım, dedim ki başa düşmedim. Kes sesli dedim. Bu ne hareket kışkırır? Ben böyle kışkırır. Ben de kolundan tuttum, getirdim otağa. Sen ne ihtiyarın var ki bahçede gelip bu böyle kışkır, bağır, dava salmak istersen? Ben ona niye el kaldırayım ki? Ben onu böyle kolundan tutup otağıma aparmışım, sakitleştirmişim. Ben dedim ki ama uşaq da çıksın, uşaq da gelmesin. Dedi ki yok uşağım gelecek. Dedim ki yok, ben özel bahçeyim de. Daha önce biz hasta valideynle değilse bizim öz ihtiyarımızdadır hasta uşağı götürmek veya ki onu götürmemek. Çünkü bize onu devlet göndermedi. Leyla Rəhimova baş verən hadisədən sonra polisə müraciət edib və məsələnin hüquqi müstəvidə həll olunmasını gözləyir.